الله الرحمن الرحیم. ایحب احدکم ان یأکل لحم اخیه میتا فکرهتموه. Hucurat suresinin 12. ayəsində Allah-u Teala qeybət eləməyi bir oxşadır bir məsələ. Hucurat surəsi ümumiyyətlə əxlaq ayələridir. Bədgüman olmayın, bir-birinizə töhmət eləməyin, lağa qoymayın, pis ləqəblə çağırmayın. Bir də budur ki, qeybət eləməyin. Qeybət yəni gizli eybi, günahı aşkar eləmək. Bir şəxsidə günah olmasa, ona ləkkə yaxsın, adına deyirlər töhmət. Amma olan bir şey, lakin gizlidir, aşkar deyil, üzə çıxardasan, abrısına aparasan, onlar qeybət. Burada təşbih eləyir. Buyurur, bir insanı qeybət eləmək, bir mümini qeybət eləmək, mənası budur ki, onun şəxsiyyətini, ruhunu öldürürsən və ətini öldürəndən sonra yiyirsən, çeyniyirsən. Deyir, bu işi sevərsiniz, öz qardaşınızın ölətini yiyəsiz və çeyniyəsiz. Quran bundan əvvəl buyurur, İnnəməl mu'minunə ixvə. Müminlər bir-birlərindən qardaşdır. Sən qeybət eləyəndə onu öldürürsən. Pəs onun ölülüğünü qeybət eləyəndə ətindən tənavül eləyir qeybət eləyən. Bu oxşatmadır. Bu ki, insan necə bu işdən acığı gələr, qeybətin həqiqəti də buna oxşayır. Buyurur ki, aya sevərsinizmi qardaşınızın ətini ölərkən yiyəsiz? Fəkərəhtumu, bundan ki acığınız gələr. Qeybət də budur. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.